İbrahim Əbilov Atatürklə dostluq etmiş səfirimizdir. İbrahim Əbilov 1881-ci ildə Ordubaddandan olub. O ilk təhsilini maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi məşhur Əxtər məktəbində alıb. 1918-ci ilin sonunda İbrahim Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilib. Amma İbrahim Əbilovun həyatının ən parlaq və taley yüklü səhifəsi onun diplomatik fəaliyyəti ilə bağlıdır. 1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə o Azərbaycan SSR-nin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. İbrahim Əbilov Azərbaycan-Türkiyə dostluq münasibətlərinin möhkəmləndirilməsində əvəzsiz rol oynayıb. O qardaş ölkənin istiqlaliyyət müharibəsi illərində Türkiyəyə maddi dəstəyin təşkilində böyük səy göstərib. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycan konsulluqları açılıb. Ticarət və mədəni əlaqələrin inkişafı üçün mühüm addımlar atılıb. İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti dövründə Mustafa Kemal Atatürk ilə möhkəm dostluq münasibətləri yaranıb. 1923-cü ilin fevralında İzmir İqtisadiyyat Konqresinin açılışında iştirak edən İbrahim bəy Mustafa Kemal Atatürk'ün istəyi ilə nitq söyləyib. Azərbaycanın iqtisadi vəziyyətindən danışıb. Onların dostluğunun ən yadda qalan anlarından biri Əbilovun 1922-ci ildə Türkiyədə doğulan ikinci qızının adının qoyulması ilə bağlıdır. Mustafa Kemal Atatürk körpənin adını özü qoyub və Anadolu adlandırıb. Atatürk həmçinin körpə ilə çəkdirdiyi şəklin arxasında bu sözləri yazıb. Yavrum, adını mən verdim, bəxtini Tanrım versin. Mustafa Kemal Qazi, 12 dekabr 1922-ci il.